heyvaları həyətdən topladım. Sevgi ilə bişirdim. Bu heyva mürəbbəsi qışda hər çay süfrəsinə istilik qatacaq. Gəlin sizinlə birlikdə hazırlayaq. Heyvaları öncədən təmizlədim, doğradım, yaxşı yudum. Üzərinə biraz düşənə qədər su əlavə edirəm və pörtməyə qoyuram. Yumşaldıqdan sonra ətri və mürəbbəsi daha ləzzətli, yumşaq olur. Biraz yumşaldıqdan sonra heyvaları qırağa qoyuram. Mən 5 kiloqram heyva, 5 kiloqram şəkər tozundan istifadə etdim və heyvaları pörtdüyüm 5 stəkan su əlavə edirəm. Qazda şərbətin yaxşı əriyib biraz bişməsini gözləyirəm və sonda üzərinə heyvaları əlavə edirəm. Yarım saat ərzində mürəbbəm hazır olur. Kefini o qədər götürməyə ehtiyac yoxdur. Ən sonda salfetlə hər birini götürəcəyik. Və mənim mürəbbəm hazır olmaq üzrədir. Mürəbbənin hazır olub olmadığını bu üsulla yoxlayıb bilərsiniz. Salfetin üzərinə şərbətdən əlavə edirəm və deməli hopmayı başa düşürsə mürəbbə hazırdır. Bir neçə dəfə təkrarlamaqla salfetlə kefini götürürəm. Nə şirəsindən çox getmiş olmur, həm də çox gözəl təmizlənir. Mənim mürəbbəm soyudu və bankaları əlavə edirəm. Mən qatı sevdiyim üçün suyundan az istifadə etdim. Belə halda həm dadlı, həm meyvəsi bol, həm də çox ləzzətli mürəbbə alınır. Mürəbbələri bankalara əlavə edirəm və üzərinə rezinli paketlərdən qoyuram və ağzı bağlı şəkildə sərin bir yerdə, ya soyuducuda, ya da sərin bir yerdə saxlayıram. İnanın çox ləzzətli, çox dadlı bir mürəbbə alınır. Siz də hazırlayın, bəyənib ləzzətinə doya bilməyəcəyinizə əmin ola bilərsiniz. Kanala abunə olmağı, videoları izləyib bəyənməyi unutmayın. Dəyər verib izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.